Amma təəssüflər olsun ki, indi yeri gəlmişsə onu da deyim ki, bizim ölkəmizdə indi bəzi məktəb direktorları qanunsuz şəkildə uşaqları məktəbə getməyə qadağan edirlər. Bəziləri sözsüz ki, deyirlər ki, hicablı gəlməyin. Halbuki hicabı bizim dinimiz əmr edir. Düzdür, uşağa dediyim kimi 7 yaş, 8 yaş, 5 yaş, 9 yaşda dediyim ki, forma almayıbsa bədəni, ona hicab vacib deyil. Vacib deyil, valideyn özü bilər, uşaq özü bilər, istəyər geyinər, istəyər geyinməz. Amma ki, əgər geyinibsə, 10 yaş, 11 yaşı var, 12 yaşı var, bu geyinibsə əgər, onu qadağan eləmək olmaz. Bu nə qanunda yoxdur, qeyri-müsəlman ölkələrin özündə belə hicaba qadağa yoxdur. İstər həm vəsiqə çəkdirəndə, Allah şükür, təzəlicə eşitdim ki, deyəsən, bizdə sürücülük vəsiqəsində artıq hicablı icazə verilib, çox gözəl addımdır bu da. Qaldı ki, məktəblilərin qadağan eləməsi, bu doğru deyil. Hətta bəziləri deyir ki, hicab geriliyə səbəb olur. Baxsaq, Zaur bəy, dünyanın 859-cu ilində miladi tarixinə ilk dünyanın bu günə gəlib çatan universitetini tikən Fəs şəhərində, indiki Mərakeş ölkəsində qadın olmuş Fatimə Əl-Fehriyyədir. O da hicablı xanımdır. Dünyanın bu günə gəlib çatan ilk universitetini tikən, hətta ilk kitabxanasını tikən belə hicablı qadındır. Bu məsələ ilə bağlı icazə verin, bir əlavə edeyim. Əgər vahid məktəbli forması varsa, bunu bir söz deyə bilmərəm. Amma ümumilikdə hicab qadağasına bu gülməli görsənir. Niyə? Çünki onda gəlin biz bir geyim forması müəyyənləşdirək. O zaman üzr istəyirəm tamaşaçılarımızdan da o sanki əynində heç nə olmayanlar ki var ha, yəni açıqsa, onda onlara da qadağa qoyaq ki, sən belə geyinmə. Əgər qadağa varsa. Ona görə bu hicab qadağası mənə belə gəlir ki, yəni məntiqə sığmayan bir şeydir. Əgər hicab qadağası varsa, onda açıq geyinmək qadağası. Bəli, gözəl. Yəni birbaşa geyim qadağası olmalıdır. Bu hicab məsələsi isə bir daha dediyim kimi mənəviyyat məsələsidir, vicdan məsələsidir. Ona görə də biz kiməsə deyə bilmərik, yox sən niyə hicab bağlamısan? Onda adama deyirlər, sən də get, onda zəhmət olmasa əynini bir düzəməlli geyin, gələrsən. Yəni bu hicab qadağasına çox doğru toxunursunuz. Mənə belə gəlir ki, elə bir qadağalar varsa da aradan qalxmalıdır. İnsanlara azad şəraitdə imkan vermək lazımdır ki, o özü rahat şəkildə icra eləsin. Mən tərəfdarı deyiləm ki, onu məcbur edəsən və yaxud da məcbur onu açdırasan. İnsanların bir əqidəsi var, bir inamı var ki, sən ona əqidəsinə qarşı gəlməyin artıq onun hüquqlarını pozmağın deməkdir. Bəli, çox doğru buyurursunuz. Əslində dediyiniz kimi, əslində qısa geyinməyin özü elmə, təhsilə əks çıxır. Bu aydın məsələ, açıqlamaya ehtiyac yoxdur. Bəli. Yəni biz əgər buna qadağa qoyuruqsa, ona da qoymalıyıq. Bəli, yəni o elmə əks çıxan odur. Qaldı ki, hicabı vahid forma olarsa, uniform olarsa, yenə də həqiqətən də hicab əks çıxmır, problem yaratmır, daha da gözəlləşdir o geyimi. Yenə də ki, formasını geyinsin, sadəcə olaraq uzun yubka geyinir, hicabı olur başında, bu yenə də formaya əks çıxmır ki, qeyri-müsəlman ölkələr buna qadağan etməyibsə, bizim ölkədə bəzi məktəb direktoru necə qadağan edə bilər ki, bu həqiqətən səhv bir əməldir. Bəzən olur ki, bizdə bilirsiniz o elə adamlar olur ki, özü-özündən qərarlar verməyə çalışır, özü-özündən. Və dediyiniz kimi o deyir ki, gerilikçidir. Geyimlə gerilikçi olmaq olmur. Geyim onu özündə əks elətdirmir. Biz baxsaq dünya tarixinə, eləcə indi də bu qədər hicablı xanımlar var ki, dünya idarə etməsində də iştirak edirlər. Bu o deməkdir ki, onlar gerilikçidir və savadsızdır. Ona qalsa mən yenə də deyirəm, insanların əqidələrinə toxunmaq olmaz və geyimə qalsa geyimə, mən həmişə bunu bildirirəm ki, biz məsələn oxuyuruq da klassiklərimizi. Biz özümüz indi geyimi dəyişib qalstuk taxmışıq, amma hələ düşüncəni dəyişə bilməmişik. Dünyaya baxışımızı dəyişə bilməmişik. Sən necə geyimlə müəyyənləşdirirsən? Sən orada qalstukda, kostyumda oturub müəyyənləşdirirsən ki, hicab taxan gerilikçidir. Belə şey olur. Gerilikçi ilə sən özünsən də sadəcə üstün başın dəyişib, amma baş dəyişməyib ki, onunla müəyyənləşdirirsən. Tamam, doğru. Deməli, Sami bəy, mən